Hər birini salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Başlıqda da gördüyünüz kimi bugün qəribə yuxularınızı oxuyuram. Deməli dostlar, postlar bölümündə belə bir post paylaşmışdım ki, maraqlı, qəribə, gülməli tipli yuxularınızı yazın. Yəni gördüyünüz yuxular, yuxunu görürlər. Nə bilim, nəysə də yuxularınızı yazın deyə paylaşmışdım. 19 dənə şərh gəlib, oxa görək qəribə, gülməli tipli yuxularınız necədir, nə olub, nələr baş verib. Siz də videoya like atıb kanalımıza abunə olarsınız. Neyse sözləri mən verirəm, cümlələri siz qurun bu səfər. Unutmayın. Kim paranın olursa paranın olmazsa. O brat mənəm Ateş. Tanıdım qal. Deməli brat bir dəfəsində kəndə getmişdim Şamaxıya. Orada əsasən hava gecə olanda çaqqallar canavarlar ulaşır. Mən də kuzenlərlə birlikdə challenge edirik ki, ən çox dərəyə kim gedə bilər. Kuzen dostdur deyəsən, yox dost arkadaşdır. Kuzen nə deməkdir tam olaraq? Dayı oğludur, nədir kuzen? Nəysə də hər nə. Mən oxuya baxa görüm nə oldu. Qazana da 20 manat verirdik. 20 manat. Gəlirəm qaqa, konumat gəlirəm. Bir dəfə oldu, çox pis yağış yağmışdı. Mən də yıxılmışdım. Sonra çimdim elədim, promoyu yatdım. Qaqaş günlük həyatını yazıb bura. Daha sonra yuxuda gördüm ki 3 canavar gəlib çaqqalı almaq istəyir evlənməyə. Mən də razılıq bildirirəm. Bunlar evlənir. Sonra o çaqqaların uşağı olur və məni yeyir. Filmin axırı necə oldu qaqa? Səni yedi, sonra nə oldu qaqa? Bu arada günlük insan beynində nə fikirləşir, yuxuda da onu görür. Məncə. Oxusan sevinərəm ürək. Oxudum qaqam. Çox kədərli bir yuxu olub. Niyə mən belə yuxular görmürəm? Bu cür yuxuda da olsa yəni gülərəm də. Yuxuda görürəm, ad verməyəcəm. Bir oğlan var, zəhləm gedirdi. Onun bacısı var, mənim dostumdur. Gəlir mənə üzüyü verir, deyir ki, mənim qardaşımla evlən. Mən də qəbul edirəm. Sonra mamam yuxudan durğuzur, bilmədim, üzüyü götürdüm, yoxsa yox. Bəlkə sənin o oğlandan zəhlin gedir, o oğlanın səndən xoşu gəlir. Ola bilər. Məncə belə də ola bilər. İndi zəhlən gedir, gələcəkdə xoşun gələr. Yox, çətin məsələdir, nəysə. Ancaq bu yuxunun məncə nəsə mənası falan olar deyərik. Hər yuxunun mənası olduğu kimi bunun da mənası olar. Məncə tezdən yat, o yuxunu tezdən davamını gör. Görüm o nə baş verir ümumiyyətlə, nə olub sonradan. Elə bir şey olsaydı ayda, təsəvvürün televizorda YouTube baxırıq da, elə təsəvvür edin, kanalları falan baxırıq, çeviririk, hansı yuxunu davamlı görürük. Elə nə danışırım, elə şey olar. Nəysə izləyək. Salam Eko, yuxuda görürəm ki, binanın başında Elgizlə güləşirik. Qaqa, Elgiz kimdir qaqa? Elgiz Əkbər? Tutturacaqsan qaqa məni. Elgizin ayağı ilişir yıxılır, mən də bunu qəbul edə bilmərəm deyib ağlaya-ağlaya özümü binanın başından yerə atıram. Və yerə düşəndə Mega div Elgiz məni tütün deyir, cici. Belə yuxu olar ola. Cici nədir qaqa? Səninki yuxu deyil, səndə tam ayrı şeydir qaqa. Salam, aleykum salam. Maraqlı və gülməli olduğunu bilmirəm, ancaq mən bir ara yuxu görürdüm, sərgün gerçəkləşirdi. Biraz qəribə səslənir, düzdür, amma həqiqətən nə görürdümsə, səhər eyni hadisələr yaşanırdı. Artıq hardasa bir ildir görmürəm. O zordur ya. Təsəvvür elə yuxuda görürsən ki, bahalı maşın falan vardı, yəni. Səhər durub görürsən ki, bahalı maşın dayanıb qapıda. Xəstəyəm, biraz üzülürsən. Buna görə qalın geymişim. İndi deyərsiniz ki, evdə niyə belə qalın geymirsən? Çünki həftədə bir dəfə xəstələnməsəm, həyatım maraqsız keçir. Yuxu görəndə adam səhər günü biraz qəribə olur. Qorxulu yuxu falan görürsən, səhər günü o yuxunu fikirləşirsən ki, belə bir yuxu görmüşdüm, adam biraz qəribə olur. Özü də əvvəllər yuxu görəndə indiyə kimi yadımda qalırdı, yəni əvvəlki yuxular. Tez-tez yuxu görməyə başlasam, yadımda qalmır. Yuxumda ancaq partlama və yanma ilə əlaqəli yuxular görürəm. Patlama və yanma, qaqa nəsə hadisə olub da yəqin ki. Yəni ki, gündəlik patlama, yanma falan düşünürsən beynində, ona görə. Başqa nədən olacaq? Cəmaət çöldə qoyun otarır. Mən burada oturub video çəkirəm. Elə bu gecə qarabasmaların nədir? Ondan oldu yuxumda. Elə bir hər şey üstümə gəlirdi. Yəni xəyal edə biləcək bir şey deyil də. Evdəkilər deyir, qışqırırdı. Bu zat nə qədər çırpınmışam, sonra ayılmışam. Bəlkə səndə də olub. Mən çırpını falan eləməmişəm. Amma ki, bir ara yuxumda elə görmüşəm ki, elə bir ki dağdan düşürəm də belə aşağı. Dağdan nədirsə elə bir ki boşluğa düşürəm. O cür olub məndə. Belə bir şey olmuyor. Ancaq ki belə olsa həqiqətən qorxaram yəni. Yuxudan ayılıb qorxaram çox pis. Bir dəfəsində Neymar idim. Neymar özü də. Neymar nədir qaqam? Ronaldolarında Neymar idim, gedirdim. 3 qol attım, imza verərkən imza verdiyim adam anam oldu və dedi ki məktəbə dur.
Qaqa Neymar nədir qaqa? Lazım deyil sənə imza falan. Oxu, alim ol. Salam. Bugün müştərilərimizi QR kodla ödəniş Salam, mənim yuxularım nətərdir özüm də bilmirəm, fantaziya olur həqiqət, bir-birinə əlaqəsiz. Məndə də belə olur deyənim. Duranda da bir çox hissəsi yadımdan çıxır. Bəzəndə elə yuxu görürəm ki, elə bir qabaqca həmin yuxunu görmüş kimi hiss edirəm. Bir yuxunu görəsən 2 dəfə görmək olur. Sola bax. Yuxuda Mr. Beast-lə evlənirdim oğlana. Qaqa, Mr. Beast bu videoya baxır. Mr. Beast sən bu videoya mən nə danışıram? Mr. Beast bu videoya baxan şeydir. Deyəcəyim ki, Mr. Beast bu videoya baxırsansa, bu qışa cavab ver. Qaqa, təsəvvürümə gətirəm necə olub. Sən gəlinlikdəydin də yəqin ki. Mənim sinif yoldaşlarım, oğlanlar niqaba girmişdilər. Olur yəni. Artıq burada nə deyəcəyimi bilmirəm. Yuxuda o nözür yuxu olar ha. Oğlan niqaba girib. Sinif yoldaşlarım, oğlanlar hamısı birlikdə niqaba giriblər. O çox qəribədir. Yuxumda canavardan qaçırdım. Canavar məni tutdu, sonra öz yuvasına apardı. Orada məni balasına verdi. Səhv başa düşdüm qardaş. Yazmısan ki, öz yuvasına apardı. Orada nəsə səhv başa düşdüm. Hə. Məni balasına verdi, mənim əlimi yedi. Sonra böyüdü, mənim üstümə sıçdı. Qaqa sən nə yazmısan? Əlimi yedi, sonra üstümə nə elədi? Sıçdı. Necə hörmətsiz canavar olub Səndən istifadə edib əlimi yeyib hələ üstümə şey deyib hə? Axşam gördüm ki, kosmosdan baş aşağı gəlirəm, qəfil daşa kəllə vururam. Sağsan qaqa. Yuxumda Ronaldo ilə səni gördüm, futbol oynardınız. Məni görməzsən qaqa. Ronaldo'nu görüb yaxşı eləmirsən, ancaq ki, necə olur? Məni yuxuda necə görə bilərsən? O təsəvvürlə Ronaldo ilə futbol oynayırıq da həqiqi. Qaqa, o yuxunu ətraflı olaraq buraya yaz. Əgər olubsa elə bir yuxu, əgər küləkləmirsənsə. Yuxumda görmüşdüm ki, qonaqların yanında kiş eləyirəm. Kiş eləyirəm nədir? Qonaqların yanında kiş eləyirəm. Hə, kiş, toyuğa kiş eləyib yəni ki. Abunə ol, bir də yorum yaz. Bir dənə abunə olaq, baxın dostlar, abunə olduq. Yəni ki, yorum yaz deyəndə ki, telefon, mən bu telefonda kanalım, real kanalım bu telefonda deyil, ana kanalım. Buna görə də sadəcə abunə oldum. Salam, salam, şükür yaxşıyam, sizlər yaxşı olun. Deməli belə, yuxuda görürəm ki, mən qaçıram, arxamca da 4 dənə qara paltarlı adam qaçır. Məni qovlayırlar. Nəysə mən qaçıb gəlib balaca bir stadionun içinə girirəm. Onlar da dalımca. Balaca bir yer deyə, hardasa bir otaq boyda falan. Mən qaçıram, bunlar da arxamca otağın içində kuruq vurur. Axırda isə düşüb dayanım, ayaqqabımı çıxarıb düz birincisinin təpəsinə atıram. O da qışqırıb qaçır, o birlər də qorxub qaçır. Sonra evə gəlirəm falan. Belə qəribə bir yuxu sevirsiniz. Siz də sevirsiniz. Çox qəribə bir yuxu olub. Görürsən o İndi hal-hazırda o 4 dənə qara paltarlı adam nə edir? Bəlkə də o 4 dənə qara paltarlı adam ən yaxın bildiyin insanlardır. Qara paltar geyinib səni qovalayırlar. Hər an hər şey ola bilər. Buna görə də bu videoya like at. Salam əleykum, mən bugün yuxumda bir adam gördüm. Bugün görmüsən, ay təsadüfə bax. Yaxşı, tam da mən video çəkən momentdə görmüsən. Mən də güya yatmışdım. Elə eləyirdim, amma yatmamışdım. İçinə kamera qoydu, mən də getdim onu götürməyə. Dedi ki, qoy yerinə, qəribə adam idi. Ancaq bizim evin yanında idi. Bəlkə də əsl oldu, qaqa şöyle bir iki yuxu görür. Çox qəribə yuxularınız var. Baş açmaq olmur. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Video xoşunuza gəldiysə videomuza like atıb kanalımıza abunə olmayı unutmayın. Gəlin videoda görüşmək ümidilə. Sağ olun, sevilirsiniz. İnşallah maraqlı videolarımız olacaq.